Hər vaxtınız xeyir, xoş gördük sizləri. Mən Nalə Axundova. Bugün sizlərlə maraqlı bir tapşırığı həll edəcəyik birlikdə. Və mən sualı verməmişdən qabaq bir neçə saniyə özünüz fikirləşin. Mən də sizə cəmi 10 saniyə vaxt verəcəm. Bu 10 saniyədə bunun hansı yolla həll olunacağını bir zehninizdən keçirin. Sonra şərhlərdə mənə yazarsınız. Müəllim, siz dediyiniz üsul ilk ağlıma gəldi və yaxud da ki, siz dedikdən sonra mən bunu öyrəndim. Əmin olun ki, iki üsulda da yenə qazanan sizsiniz. Baxın, təsəvvür edin ki, A nöqtəsindəsiniz. B nöqtəsinə gedəcəksiniz. Ən qısa neçə üsulla A-dan B-yə birbaşa gedə bilərsiniz. Gəlin, 10 saniyəni verək. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Niyə məhz bu cür qısıq səslə mən dedim, diqqətinizə maneçilik törətməyim və A-dan B-yə necə gediləcək ən qısa gəlin birlikdə həll edək və siz də baxın görün fikirlərimiz üst-üstə düşürmü? Baxın, A-dan B-yə getmək üçün rastgələ deyirəm, sonra konkret həllini deyəcəm. Baxın, tutaq ki, A-dayıq, gedirik B-yə. Ən qısa 1, belə, bu cür və bu cür gedə bilərəm. Düzdür? Deməli, 1, sağa, yuxarı, sağa, yuxarı, sağa, yuxarı, 2 dəfə də sağa gedə bilərəm. Bu cür də gedə bilərəm. Və yaxud da ki, qısa üsullar deyirəm sizə. Və yaxud da ki, elə birbaşa, baxın, gedərəm bu cür, sağ, 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 yuxarı, 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 yuxarı. İki fərqli versiya olacaqdır. Az öncəkini də sayacağım. Sağa, 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 sağa. 1, 2, 3, 4, 5, 6. Yuxarı, 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 yuxarı. 4 dənə. Və yaxud da ki, az öncə necə göstərdik onu? 1, sağa, yuxarı, sağa, yuxarı, sağa, yuxarı, sağa, yuxarı və 2 dəfə sağa. Sağa, yuxarı, sağa, yuxarı, sağa, yuxarı və sağa. Buradan yazaq. Yuxarı, sağa. Neçə dənə sağımız, neçə dənə yuxarımız oldu? Fikir verin. 1, 2, 3, 4, 5, 6 dənə sağdır. Yuxarı 1, 2, 3, 4 dənə də yuxarıdır. Bu qısa versiyalardır, düzdürmü? İndi bunu ümumi formada, bu onlardan biridir. Həmin o qısa yollardan biridir. Bəs bunun sayını mən necə taparam qısa? 6 sağadır, 4 yuxarıdır. Cəmi birlikdə addım sayımız, sayımız 10'dur. 10 faktorial böl. 6 faktorial vur, 4 faktorial. Yəni, ixtisar getsə 6 ilə 10, geriyə qalır 7, 8, 9, 10. Elə bunu bu cür yazacağım. 7, 8, 9, 10. 4 faktorial da 1, 2, 3, 4 deməkdir. 2, 4, 8 də getsin, 3 ilə 9 getsin, 3. Bu da bərabərdir 210. Bəs digər versiya necə yazaram? Kombinezon. Neçə addımım var idi? 10 addımım. 4'ün istəyirsiniz yazın yuxarı və yaxud da ki 6'sını sağa fərq eləmir. Kombinezon 10'dan 4 və ya kombinezon 10'dan 6. İkisi də eyni deyilmi? Yine eyni qaydada 10 faktorial bölünsün 4 faktorial vur 6 faktorial. Yine ixtisar getdikdə 210. Gəlin, eyni birini siz işləyin. Sonra geri qaydaq yenə eyni fərqli bir buna aid tapşırığa. Eyni bir çalışma tipidir. Növbə sizdə. Bunu işləyirsiniz və cavablarını şərhlərdə yazırsınız. Sizə bir neçə saniyə vaxt və videonu saxlayın, işləyin bu tapşırığı. Sonra cavablarda şərhlərdə yazarsınız hansı cavabı aldığınızı. Sonra yoxlayarsınız. Düzmü, səhvmi işləmisiz? Ona bir baxarsınız. Eyni qaydada A-dan B-yə getmək üçün 5 dənə sağa getməlidir. 4 dənə yuxarı getməlidir. Yəni, cəmi 5 sağ, 4 yuxarı, 9 addım vardı mı? Ya yazırsınız 9 faktorial bölünsün 5 faktorial vur 4 faktorial. Yəni, təkrarlanan permütasyon. Bax, sağa getdikdə təkrarlanır. Bu bərabərdir. 9 faktorialla
ixtisar getsə 5 faktorial geriyə qalır 6, 7, 8, 9, 4 faktorial. 1 vur, 2 vur, 3 vur deməkdir. 4, 2, 8-də getsin. 3, 9, bu 3 dəfə, bu da bərabərdir. 42-ni vururuq 3-ə, cavabımız 126-dır. Əgər cavablarınız üst-üstə düşdüksə, deməli, bunu başa düşdünüz. Gedək belə bir tapşırığa. İndi fərqli bir tapşırıqdır. A nöqtəsində olan biri B nöqtəsinə C nöqtəsindən keçmə şərti ilə ən qısa neçə üsulla gedə bilər? Baxın, artıq burada fərqli bir şərt ortalığa qoyur. Deyir ki, A-dan B-yə getsin də, amma mütləq C-dən keçsin. Neçə fərqli üsulla ən qısa olaraq gedə bilər? Nə edirik? Yenə birinci A-dan C-yə gedəcəyik, 3 sağa gedirik, 2 yuxarı gedirik. Və C-dən B-yə gedəndə yenə 3 sağa gedirik və 2 yuxarı gedirik. Bu 1-dir, yuxarı gedəcəyik. Onda bu cür olacaq. A-dan C-yə getmək üçün 5 addım atacaq və onlardan 3-ü 1 təkrarlanır, ikisi 1 təkrarlanır, vurulsun. C-dən B-yə getmək üçün yenə 5 addımdır. Çünki sağ, yuxarı, 5 faktorial bölünsün, 3-ü 1 təkrarlanır, ikisi 1 təkrarlanır. Bu bərabərdir. 5 faktorialdan 3 faktorial ixtisar getsin. 4 vur 5 böl 2. Eyni qaydada 3 ilə 5 ixtisar getsin. 4 vur 5 böl 2. Bu da bərabər 10 vur 10. Cavabımız 100'dür. Və yaxud da ki, A-dan C-yə kombinezon 5 addımdan 3 də yaza bilərsiniz, 5 addımdan 2 də yaza bilərsiniz. C-dən B-yə kombinezon yenə 5 addımdan 3 və ya kombinezon 5 addımdan 2 yaza bilərsiniz. Və nəticədə A-dan C-yə, C-dən B-yə ən qısa üsulların, getmə üsullarının sayı kombinezon 5-dən 2 vur 5-dən 2. Yenə eyni qayda 5 faktorial böl 3 faktorial vur 2 faktorial, 5 faktorial 3 faktorial vur 2 faktorial. Bu da bərabərdir. 10 vur 10, cavabımız 100'dür. Gəlin indi növbəti sizin sualınızdır. Bunu işləyirsiniz və şərtlərdə cavabını yazırsınız. Bu sual sizdə. A nöqtəsində olan biri B nöqtəsinə C nöqtəsindən keçmə şərti ilə ən qısa neçə üsulla gedə bilər? Yenə videonu saxlayın, özünüz işləyin, sonra yenə şərtlərdə yazın. Öhdəsindən gəldi müəllim. Amma biz davam eləyək ki, artıq sizə o gözləmə vaxtını veririk videonu saxlamaqla. A-dan C-yə getmək üçün 3 sağa getməlidir, 2 yuxarı getməlidir. Yəni A-dan C-yə 3 sağ, 2 yuxarı bu edəcək. 5 addım, düzdür? 5 addım getdi. Yəni 5 faktorial böl 3 faktorial vur 2 faktorial. C-dən B-yə getmək üçün 2 addım sağa, 2 sağa, 2 yuxarı getməlidir. Yəni sağ, yuxarı, 2 sağdır, 2 yuxarıdır. Cəmi 4 addımdır. Onda olur 4 faktorial böl 2 faktorial vur 2 faktorial. Bu da edir 5'dən 3'ü zaten az öncə hesaplamışdıq. 5 faktorialla 3 faktorial ixtisar gedəndə 4 vur 5, 2 faktorial 2'dir 10'dur. 4 ilə 2 gedəndə 4 vur 3 böl 2, bu da 6'dır. A-dan C-yə, C-dən B-yə 10'u vururam 6'ya, bu da bərabərdir 60'dır. Və yaxud da ki yazırsınız A-dan C-yə, C-dən B-yə, bu bərabərdir addımların sayı, daha doğrusu o qısa üsulların sayı kombinezon 5'dən 2 vur kombinezon 4'dən 2. Fərq yoxdur, 5'dən 3 vurulsun, 4'dən 2 də yaza bilərik. Bu da bərabər 10 vurulsun, 6 yəni 60'dır. Ümidvaram ki, başa düşdünüz bunun şərtini. Asandır, yadda qalandı. Və videonun sonunda öz şərtlərinizi bildirməyi unutmursunuz. Bu tipli tapşırıqlar kanalımızda vardı. Ehtimal nəzəriyyəsi o qədər maraqlı, o qədər gözəl tapşırıqlar var ki, əmin olun birini işlədikcə, yəni bu biri haqqında məlumatlı olduqca digərini də öyrənmək istəyəcəksiniz. Bəlkə də riyaziyyatın ən gözəl, ən maraqlı bölmələrindən biri
birləşmələr nəzəriyyəsi ehtimal nəzəriyyəsidir ki, kanalda yetərincə, mənim riyaziyyat müəllimim kanalında yetərincə buna aid tapşırıq növləri vardır. Çalışın imtahana qədər bu tipli tapşırıqların bir nümunələrinə baxıb özünüzə bir təcrübə toplayasınız. Çünki bəzi illər bir, bəzi illər digər növ bloka tapşırıqlar düşür. Düzdür, buraxılışda olur ki, eyni tipli, eyni növ, eyni qəbilədən olan tapşırıqlar bir neçə il ard-arda verilir. Tutaq ki, 3-4 il bir növ tapşırıqlar verilir, 1-2 il bir, 2-3 il bir növ. Amma blokda olur ki, o çeşidlənir, müxtəlif növlü, müxtəlif səpkili tapşırıqlar təqdim olunur. Bu da onlardan biri idi. Hər birinizə uğurlar arzulayıram imtahanda. Əminəm ki, öyrəndiniz. Hələlik sağ olun. Gələn videolarda görüşərik.